Bugün bu stadionda UEFA Sama Ligasının final mərhələsi keçiriləcək. Gəlin beləliklə sizə hər iki komandanın da heyətlərini təqdim eləyim. Laçın Futbol Klubunda olacaq. Qapıçıları 99 nömrə Kazım Həsənzadə, müdafiəçiləri Yusuf Hüseynov, hücumçuları isə İlqar Məmmədov, Cavad İskəndərli. Digər komandada isə olacaq. Sabah Futbol Klubunda isə olacaq. Müdafiəçiləri Erol, qapıçıları isə Murad, hücumçuları isə Cəsur Mirzazadə ilə Ayhan. Bəli. Bir neçə dəqiqədən sonra start fiti veriləcək və oyun başlayacaq. Hər iki komandaya da uğurlar diləyirik və sizə qeyd edim ki, baş məşqçilər Laçın Futbol Klubunun İlkin Məmmədov, hakimləri isə İlkin Məmmədovdur. Sabah Futbol Klubunun isə baş məşqçiləri Ayhandır. Oyuncular belə baxılır və görülür ki, bu oyun çox maraqlı keçirəcək, heyecanlı olacaq. Biz hər iki komandaya uğurlar diləyirik. Görək, UEFA Sama Ligasının final mərhələsini hansı komanda qazanacaq? Qapılar hər iki komanda da seçir. Bəli, Sabah Futbol Klubu başladı. Cəsurdan Ayhan'a pas ötürüldü. Dəqiqə isə 45-45 olacaq. Ayhan pasını verildi Erol'a. Erol bir xeyli fikirləşdi, Cəsura verdi və Cəsur qapıyı ötürmə. İndi İlqar Məmmədovdan Cəsura ötürmə. Lakin geri qaytarılmadı, düzgün olmadı. Yusuf Hüseynov başladı İlqar'a. İlqar. Hakim. Əl yoxdur. Yusuf'dən İlqar'a pas. İlqar'dan qapıya zərbə lakin. Qeyri dəqiq Cəsur. Cəsur. Səhvlik etdi lakin. Erol'da. Erol irəliləyir. Erol qapıya yaxınlaşır, pasını verdi Ayhan'a, qapıya zərbə və Kazım Həsənzadə yerində. Sabah Ayhan başladı Cəsura. Cəsur qapıya zərbə çəkdi, lakin alınmadı. Qapıcının əlində topu 8 saniyə tutduğu qeyd olundu deyəsən. Hakim qapıcı Kazım Həsənzadəyə xəbərdarlığı verdi. İlqar Məmmədov topun başında pasını verdi, lakin Ayhan icazə vermədi. Ayhan qapıya zərbəni çəkdi və gol! Sabah Futbol Klubu 1-0 öndədir. Cavad İskəndərli topun başında. Start verildi. Cavad İlqar'a başladı. İlqar Yusuf'a pas. Geri ötürmə lakin alınmadı. İlqar Məmmədov qapıya yaxınlaşır. Pas verdi Cavada və Cəsur icazə vermir.
Ayhan pasını verdi Cəsura və çıxdı. İndi isə Yusif Hüseynov keçmək istədi, lakin Cəsur icazə vermədi. Cavad İskəndərliyev qapıya geri ötürmə verdi və top Kazım Həsənzadədə. İlqar Məmmədov görək ki, nə edəcək? Verdi Yusif Hüseynova pasını. Yusifdən Cavada pas. İndi isə Cavad irəliləri qapıya zərbə və zərbə qeyri-dəqiq. Zərbə qeyri-dəqiq oldu. Gol deyil. Oyun başladı. Erol'dan Ayhan ötürmə, lakin İlqar Məmmədov icazə vermir. Qapıya zərbə və zərbə qeyri-dəqiq oldu. Yenidən Cəsur başlayır. Uzun ötürmə, lakin çıxdıdır. Yusif Hüseynov başladı İlqar Məmmədova. İlqar Ayhan icazə vermək istəmirdi, lakin alındıra bilmədi İlqardan. Və çıxdıdır. Yusif Hüseynov başladı İlqara. İlqar Yusif Hüseynov'a pas. Yusif irəliləyir, qapıya yaxınlaşır, zərbə çəkdi və qapçı yerində. İlqar Məmmədov Yusif'e başladı. Yusif'dən qapıya zərbə. Yenidən zərbə və Cəsura başladı. Cəsurdan Ayhan'a pas. İndi isə Ayhan qapıya yaxınlaşır. Ayhan və gol! Gol! Sabah Futbol Klubu hesabda 2-0 irəlidədir. Və qoldur. Hakim başla dedi və indi isə Cavad İskəndərlidən qapıya geri ötürmə. Topun başında İlqar Məmmədov. İlqar Cəsuru keçdi. Ayhan'dan keçdi. Cavad İskəndərli. Artıq deyəsən ştrafdır. Ştraf yerinə yetirilir. Bu oyun çox maraqlı keçəcək. Cavad İskəndərli başlayır. Zərbəsini çəkdi və Cəsurdan çıxdı. Korneldir. İlqar Məmmədov başladı. Lakin Yusif Hüseynov icazə vermir. Yusif qapıya yaxınlaşdı. İlqar'a pas. Lakin çıxdıdır. İlqar Məmmədov. Geri ötürmə Cavad. Görək ki, nə edəcək? Yusif'e pas. Yusif qapıya zərbə və gol deyil. Hakim vara gedilir. Görək bu gol muydu yoxsa deyil miydi? Və gol deyil. Vara gedildi və gol olmadığı qeyd edildi. Cəsur Mirzazadə yaxınlaşır. Ayhan'a pasını ötürdü. Ayhan! Görək ki, nə edəcək? Çıxdıdır. Kazım Həsənzadəyə
Yeni ötürmə İlqar Məmmədov. Amma Cəsur icazə vermir. Cavaddan. Alınmadı. Zərbə. İlqar Məmmədov. Yusifə başladı. Yusif. Zərbə çəkdi və zərbə qeyri-dəqiq. Ayhan. Görək ki, nə edəcək? Ayhan Cavadı çəkdi. Cəsura pas və pas. Çıxdı ya, getdi. Çıxdıdır. Ya bir-birimizdən qışqırmayın. Yusif Hüseynovdan İlqara pas getdi. Cəsurdan qapıya uzun ötürmək lakin. Gol deyil, çıxdıdır. Yusuf Hüseynovdan İlqara pas. İlqar özür eləmək istirdi, laşandıra bilmədi. Ayhandan qapıya zərbə. Və gol. 3-0. Və Sabah yenidən gol atdı. 3-0 Sabah öndədir. İlqar Məmmədov, Yusuf Hüseynova pas. Cavad İskəndərli. Özür eləmək istəyir, amma Cəsur icazə vermir. Cavad. Görək bu epizodda nə edəcək? Cəsur icazə vermir, lakin İlqar Məmmədov. Və Cəsurdan çıxdı. İndi İlqar Məmmədov qapıcıya başladı və ayağa dəydi. Əgər dəyməsəydi İlqar Məmmədov irəliləyir. Pasını verdi Yusifə. Yusifdən alınmadı, lakin burada bir səhvliyi var idi. Cavad İskəndərlidən İlqar Məmmədova pas. Lakin müdafiəçi rol icazə vermir. Və top çıxdıya gedir. Ayhan başladı Cəsura. İndi görək ki, nə edəcək? Sabah futbol klubu və çıxdıdır. Yusuf Hüseynov başlayır. Ayhan'a getdi. Ayhan qapıya zərbə və gol deyil. Hesab 3-0. Sabah futbol klubu önündədir, lakin bilmək olmaz. Hər an hər şey ola bilər. Biz hər iki komandaya da uğurlar diləyirik. İlqar Məmmədov başladı. Top Yusif Hüseynovda. Yusif Cəsur keçmək istəyir, amma Cəsur icazə vermir. Ayhan qapıya zərbə və gol! Gol! Hesabda 4-0 Sabah futbol klubu öndədir. Arada. Bak burada. Gel Su fasiləsi deyil. Cavad İskəndərli İlqar Məmmədova başladı. İlqar Yusifə pas. Yusif özür ələyir, lakin Ayhan icazə vermədi. Saxladı. Hakim Ayhan'a sarı vərəqə verildi. Hakim Ayhan'a sarı vərəq verdi. Beş metre sayılır.
Cavad İskəndərli ştraf vurur. Sabah futbol klubunun bir sarı vərəqəsi var. Görək bu epizodda qol olacaqmı? Və qapçı yerindədir. Dirək üstü oldu, korneldir. Çamaşırlar geldiler. İlqar Məmmədov başlayır. Başladı Yusif Hüseynova. Yusifdən Cavada pas. Cavad. Toxunuş. Toxunuş yoxdur deyəsən və indi isə Ayhan irəliləyir. Ayhan özü getdi və gol deyil və gol! Sabah futbol klubu 5-0 öndədir. Təbriklər Sabah. Qapçıları Murat. Stand up. Stand up. Üzürü sayarsız esmişler. Yusif Hüseynov'dan İlqara pas verildi, lakin İlqar Məmmədov bu pası tuta bilmədi. (5-0) Sabah futbol klubu öndədir. Görək Laçın futbol klubu qabağa keçə biləcəkmi? İndi isə Cəsurdan Ayhan'a, lakin Ayhan tuta bilmədi. Cavad İskəndərli və çıxmayıb, oyuna devam. Cəsur çıxdı deyil, oynayırlar və Cəsur çıxdıdır. Artıq çıxdıdır. Cavad İskəndərli İlqara başladı. İlqardan Yusif Hüseynova ötürmə. Yenidən Cavad İskəndərdən zərbə çəkildi və Ayhan icazə vermədi. Ayhan'dan qapıya uzun ötürmə və gol deyil, çıxdıdır. İlqar Məmmədovdan Cavad İskəndərliyə pas. İlqar qapıya yaxınlaşır. Lakin Ayhan icazə vermir. İndi Ayhan özü irəliləyir. Ayhan qapıya yaxınlaşdı və hakim çıxdı olduğunu qeyd elədi. Çıxdıdır. Başladı yenidən. Yusif Hüseynov Cavada. Cavad. Görək bu epizodda nə edəcək? Yenidən geri ötürmə. Yusif və Yusifdən çıxdı. Ayhan başlayır. Cəsura. Çıxmayıb. Oyuna devam Ayhan. Ayhan yaxınlaşdı və bu epizodda çıxdıydı. Laçın futbol klubu başlayır. Topun başında İlqar Məmmədov. İlqardan Yusifə pas. Yusif İlqara yenidən pas. İlqar özü irəliləyir və müdafiəçi Erol icazə vermədi. Qapıya ötürmə və gol deyil. Murat yerində. Cəsurdan Erol'a pas. Erol yenidən. Murat. Görək ki, nə oldu və çıxdıdır. Yenidən qapıya zərbə çəkildi və Murat yerində. Yenən Cəsura Ayhan görə indi neynəyir? Ayhan'dan Cəsura pas və Cəsur bu pası dəyərləndirə bilmədi. Vaxtı. Və yenidən qapıya zərbə çəkildi və korneldir. Başla.
Cəsur başladı Ayhana və su fasiləsidir. Su fasiləsindən sonra sizinlə yenidən görüşəcəyik. Sağ olun, salamat qalın. Su fasiləsidir əziz tamaşaçılar. Bəli əziz tamaşaçılar, artıq su fasiləsi bitdi. Və yenidən biz oyuna qayıtdıq. Hesab hələ də 5-0 Sabah Futbol Klubu öndədir. Bəli, indi İlqar Yusuf'a pas vermək istədi, lakin aldıra bilmədi. İndi isə və çıxdı deyil, oynamaq lazımdır. İndi Yusuf Hüseynov. Görək ki, nə edəcək? Kazım Əsədzadədir top. İlqar başladı. İlqar irəliləyir. İlqardan Yusuf'a pas. Yusuf'dən Cavada pas yenidən İlqar Məmmədovdan. Erol icazə vermir və çıxdı. Oyuna devam. Ayhan öz irəliləyir və qapıya zərbə və gol deyil. Yenidən Kazım Əsədzadədir top. İlqar Məmmədov başladı və Cəsur icazə vermədi. Ayhan'dan Cəsur'a pas. İlqar Məmmədov öz irəliləyir və indi isə Cavad İskəndərli. Cəsur icazə vermirdi, lakin Ayhan öz irəliləyir. Qapıya yaxınlaşdı və çıxdıdır. Bəli, əziz tamaşaçılar, çıxdıdır. İlqar Məmmədovdan Yusuf ötürmə. Yenidən və Cəsur icazə vermədi. Çıxdıdır. Yusuf Hüseynovdan Cavad İskəndərliyə pas. Və yenidən İlqar Məmmədov qapıya zərbə. Lakin gol deyil. Laçın Futbol Klubu neçələrlə epizod tutub, amma heç birini dəyərləndirə bilməyib. Cəsurdan uzun ötürmə. Cavad. Cəsur icazə vermir. Cəsur. O heç bir şey yoxdur. Yenidən İlqar Məmmədov. Ayhan qapıya yaxınlaşdı və çıxdıdır. Gol deyil. Korneldir. İndi Ayhan pasını verdi Cəsur'a. Cəsur və Kazım Əsənzadə yerində. Və yenidən və gol! 6-0 Sabah Futbol Klubu öndədir. Sabah Futbol Klubu öndədir. Değiller yalnız. Yusuf Hüseynov İlqar Məmmədova başladı. Görə İlqar nə qaracaq? İlqardan Cavada pas. Cavad. Ayhan icazə vermir. Vurdu.
Aydasun. Bramoy ve Bramoy. Bramoy. İlgara da atabilir oy. Cavad İskəndərli zərbəsini çəkdi və zərbə qeyri-dəqiq. Cəsur başlayır. Cəsurdan uzun ötürmə və Ayhan görək nə edəcək? Ayhanla Cəsura yenidən pas və çıxdıdır. İndi isə görək. Yusuf Hüseynovdan İlqar Məmmədova yenidən pas amma Ayhan icazə vermir. Ayhan yenidən icazə vermədi. Yusuf Hüseynov başladı. İlqardan. Cavad İskəndərli. Görək nə edəcək? Erol icazə vermir amma. Cavaddan İlqara yenidən pas. İlqardan Yusufə. Yusuf. Ayhan icazə vermədi amma və çıxdıdır. Yusuf Hüseynov Cavada başladı lakin Cəsur icazə vermədi. Danışma bu. Yusuf başlayır. Qapıya ötürmə oldu lakin Murat yerində. Var. Yusuf Hüseynovdan uzun ötürmə. Ayhandan yenidən Cəsura pas. Cəsur özür ələyir. Cəsurdan Ayhana pas və gol deyil. Çıxdıdır. Aha. Yusuf'tan yeniden uzun ötürmə və bu gol değil. Hesab 6-0. Sabah Futbol Klubu önündedir. Cavad İskəndərli pasını verdi İlqara. İlqardan qapıya zərbə və Ayhan icazə vermir. Ayhan özür ələyir. Ayhan qapıya zərbə çəkəcəkdi amma İlqar Məmmədov icazə vermədi. Yenidən çıxmayıb. İndi Ayhan qapıya zərbə və gol deyil. Kazım yerində. Cavad İskəndərli. Cavad irəliləyir və Ayhan icazə vermədi. Buna bak da açı. Ben ne diyorum? Buna bak. Çünkü işte bak ne diyor? Buna bak da. Gel bana gidelim. Top şimdi. Öyle baktım ama. Top şimdi. Cəsur. Yenidən İndi Cavad İskəndərli görək nə edəcək? Qapıya zərbə və Erol qoymadı. Top şimdi. Yenidən İlqar Məmmədov və Korneldir. Kornel değil. Cavaddan İlqara pas. İlqar
Yusifə yenidən ötürmə. Qapıya zərbə və Murad yerindədir. İndi isə qapıcı Murad yerində. Cavad irəliləri. Ayhan görə nə edəcək və gol! Yenidən 7-0 Sabah Futbol Klubu öndədir. Ay 5 attım qabağa çıxıyor o. Hakim kimdi? Hakim kimdi? Adasını 6-7 metr qabağa çıxıyor. Cərimə deyil. Zabatkar! Zabatkar! İlqar Məmmədov yenidən Yusif Hüseynova pas. Yusifdən İlqara yenidən pas. İlqar öz irəliləri amma Ayhan icazə vermədi. Və gol deyil. Hesab 0-7 Sabah Futbol Klubu öndədir. İndi görək. Cəsur əlləri Ayhan'a pasını verdi. Lakin Cavad icazə vermədi. Cavad qapıya zərbə və qapıcı Murad yerində. Cəsur uzun ötürmə və Kazım yerində. Yusif Hüseynovdan yenidən Ayhan özü qapıya yaxınlaşdı və Kazım yerində. Cəsur görək nə edəcək. Və penaltidir. Sabah Futbol Klubu Laçın Futbol Klubu bir penalti qazandı. Topun başında İlqar Məmmədov. Görək bu gol olacaqmı? İlqar Məmmədov başladı, qapıya zərbə və gol deyil. Və gol deyil. Cəsurdan uzun ötürmə. Lakin İlqar icazə vermədi. Cavaddan yenidə İlqara ötürmə. İlqar Erol icazə vermədi. İlqardan Cavada pas və çıxdıdır. Cəsur başladı Ayhan'a. Ayhan Yusif icazə vermək istəmirdi, lakin alınmadı. Ayhan qapıya yaxınlaşdı və gol deyil. Kazım. Uzun ötürmə çıxdıdır. Cəsur yenidən Ayhan'a başladı. Ayhan özür elləyir və qapıya zərbə. Yusif yerindədir. Ayhan zərbə çəkdi və gol deyil. Qapıcı yerində. Cəsur başladı Ayhan'a. Cavad Yusif'e yeniden pas. Yusuf. Cavad'a pas. Görək. Cavad ne edəcək? Qapıya geri ötürmə. Yusif'dən
İlqar apaz indi. İlqar Cavad ötürməyə. Cavad özür elləyir. Və Sabah Futbol Klubuna qırmızı kart verilir. Beş metre sayır hakim. Cavad qapıya zərbə və qapıcı Murat yerində. Çıxdıdır. İlqar Məmmədov qapıya zərbə. Və gol deyil. Cəsur özür əllər pasını verdi Ayhana. Ayhan əllər Cəsur qapıya zərbə və Kazım yerində. Çıxdıdır. Ayhan topu maşına Cəsura verdi və Cəsur yenidən çıxdıya vurur. İndi Erol'dan və çıxdıdır. İlqar başlayır. İlqar başladı Yusifə. Yusif görək nə edəcək. Ayhan ötürələr qapıya zərbə çəkdi və İlqar icazə vermir. Ayhan özür elədi və İlqar Məmmədov aman vermir. Qapıcı Kazım yerində. Çıxmayıb, oyuna devam. İndi İlqardan Cavada pas, Cavad. Lakin bu pası dəyərləndirə bilmədi və çıxdıdır. İndi Ayhan Cavad cəza vermədi. Cavad görək nə edəcək. İndi pasını verdi İlqara. İlqar Cavada yenidən pas. İndi Ayhan özür ələyir. Qapıya zərbə və gol deyil. Gol deyil. Hesab 7-0 Sabah Futbol Klubu öndədir. Yanı mı? Ya. Şuraya gelmiş. Bizi görmüş.
Başladı. İndi isə çıxdıdır. İlqar Məmmədov başladı. Lakin Ayhan icazə vermədi. Ayhan özür eləmək istədi, amma Yusuf icazə vermədi. Erol. Burada səhvlik var idi. İndi Erol. Cavab. Topun başında Cavad İskəndərli. Görək bu epizodda qol olacaqmı? Və çıxmayıb oyuna devam. İlqar. İlqar Allah'ta keçdi və Cəsur icazə vermədi. Və çıxdıdır. Almaya başlasın. İlqar. Erol'dan ne gördüm? Yusuf Hüseynov Cavada başladı ama Ayhan icazə vermədi. Çıxdıdır yenidən. İndi isə Ayhan qapıya yaxınlaşdı və çıxdıdır. Və çıxdıdır. Və qoldur. Sabah Futbol Klubu 8-0 öndədir. 7-0. Allah sen dersen bana. Ben sen değilim. Sen spiker değilsen. Ayhan yenidən qapıya zərbə və qol deyil. İlqardan uzun ötürmə və Murat yerində. Əl var oyunda, toxunuş var. Başladı. İndi Ayhan uzun ötürmə və çıxdıdır. İndi Ayhan İlqar icazə vermək istəmirdi, lakin heç bir şey yoxdur. Kazım yerində. Ayhan Cəsura başladı. İndi Ayhan özür eləyir. Ayhan! Qapıya zərbə və Kazım yerində. İndi Ayhan. İlqar icazə vermədi. İlqar özür eləyir. İlqar Məmmədovdan Cavada pas və Murat yerində. Murat yerindədir.
İlk hissəyə 8 dəqiqə artırıldı. İndi Ayhan başladı Erola. Toxunuş var və çıxdıdır. Yusif Hüseynov. İndi görək. Ne edəcək? Yusif özür ələyir. Cəsur icazə vermədi və çıxdı deyil. Artıq çıxmayıb. Burada Prins Piyaran değil. İlqar başladı. Qapıya yenidən uzun ötürmə və qol deyil. Çıxdıdır. İndi Yusuf Hüseynov'dan Cavad çıxdı deyil, oynamaq lazımdı. Cavad özrələr, Yusuf'a yenidən pas və qol deyil. Ay baba öyle. Oldu. Erol'dan uzun ötürmə. Yusuf icazə vermədi. İndi. O çıxdıdır. Yusuf Hüseynova sarı vərəqə verdi hakim. Ayhan qapıya zərbəyə Yusuf icazə vermədi. Qapıcı Kazım yerində. İlqara pas indi. Cavad. Cavad. Cəsur Cavad özür elə. İlqara pasını verdi. İndi Cəsur özür eləmək istəyirdi və Cəsur Mirzazadəyə sarı vərəqə verildi. Cəsur Mirzazadəyə qırmızı vərəqə verildi. Hakim qərarını dəyişdirdi və Cəsura qırmızı vərəqə verilmədi. İndi Cəsur pasını verdi Ayhan'a. Ayhan özür elədi indi. Pası verdi və qol deyil. Gol değil, çıxdıdır. İndi Cavad artıq çıxdıdır. Cəsur 7-0'dır hesab.
Cavad İlqara başladı. İlqardan qapıya zərbə əvvəl. Zərbə qeyri-dəqiqdir. Emrah koş. Cəsurdan Ayhana. Aha İlqar indi və Murat yerində. Hadi bastır bu arada sesini. Ne bileyim dur adam. İlqar. Oo, çözemezsin ayağı. Cəsur arxaya yönəlir. İlqar Məmmədov. Cavada pas və gol! 7-1. Yetti üçdür. Üzürüz xəyarsız. Hesab 7-3. Ayhan özür elləyir. Cəsura verdi pasını. Yenidən Ayhanda və qapıya zərbə. Gol deyil. Hakem. Bitir. Bəli, tamaşaçılar, birinci yarı bitdi. İkinci yarıda sizinlə görüşərik. Sağ olun, salamat qalın.